Salam əziz abituriyentlər, MİQ sertifikasiya imtahanına hazırlaşanlar. Sizə hal-hazırda göstərəcəyim məlumatlar bir çox testi eləməkdə sizə köməklik eləyəcək. Orta əsrlər feodalizm dövrünü əhatə eləyir. Yəni orta əsrlər feodalizmin yaranması, inkişafı və süqutuna görə 3 yerə bölünüb. Şərq aləmində feodalizm daha erkən yaranıb. Ona görə də biz deyirik ki, şərqdə feodalizm 3-11-ci əsrləri əhatə edir. Qərbdə isə 5-ci əsrdən 11-ci əsrə qədər davam edib. Bilirsiniz ki, 476-cı il Qərbi Roma imperiyasının süqutu həm qədim dünya tarixinin bitməsidir, həm quldarlıq dövrünün başa çatmasıdır, həm də orta əsrlər tarixinin başlanğıcıdır. Bunu bilmək bizim üçün nəyə görə vacibdir? Test düşüb ki, 744-cü il Uyğur dövlətinin yaranması erkən orta əsrlərə düşürmü? Bəli, düşür. Və yaxud da belə bir sual düşə bilər ki, Xəzər xaqanlığının süqutu 965-ci il erkən orta əsrə düşür? Bəli. Bir daha deyirəm, orta əsrlər feodalizmin yaranma, inkişaf və süqutuna görə 3 hissədən ibarətdir. Keçək klassik feodalizm dövrünə. Ümumiyyətlə, klassik sözünün mənası nədir? Klassik öz növündə ən üstün, ən inkişaf etmiş deməkdir. Məsələn, biz dükana gedəndə görürük ki, klassik mebellər digər mebellərə baxanda daha bahadır, ya klassik geyimlər daha bahadır. Çünki klassik nə deməkdir? Ən üstün, ən inkişaf etmiş. Yəni, bu dövrə orta əsr deməkdənsə, klassik feodalizm dövrü deyiblər. Çünki burada feodalizm çox inkişaf edib. Klassik feodalizm dövrü 11-15-ci əsrləri əhatə edir. Nəyə görə bunu bilmək bizim üçün vacibdir? Tutaq ki, sizə sual düşüb ki, 1498 Hindistana gedən dəniz yolunun kəşfi nə vaxt olub? Təbii ki, hara düşəcək? Klassik feodalizm dövrünə düşəcək. Klassik feodalizm dövrü həm şərq, həm qərb aləmində eyni dövrə əhatə edir. 11-15-ci əsrləri. Keçək son orta əsrlərə. Son orta əsrlər, baxın, qərbdə, yəni Avropada feodalizm daha tez dağılıb. Ona görə də son orta əsrlər burada 17-ci əsrə qədər davam edib. Amma şərq aləmində isə feodalizm 19-cu əsrə qədər davam edib. Ona görə də son orta əsrləri biz götürürük şərq aləmində 19-a qədər, qərb aləmində 17-yə qədər. İndi bir nümunə deyim. Tutaq ki, Qəsr-i-Şirin müqaviləsinin imzalanması neçənci əsrə düşür? 17-ci əsrə. Demək, son orta əsrlərə aiddir. Və yaxud başqa bir sual. Tutaq ki, 1519 dünya səyahətinin başlanması. İndi bu klassik feodalizmə düşür, yoxsa son orta əsrlərə düşür? Təbii ki, son orta əsrlərə düşür. Və yaxud da 1302 Osmanlı dövlətinin yaranması hara düşür? Klassik feodalizmə düşür. Ümumiyyətlə, həm də onu bilin ki, tarixin inkişaf mərhələləri, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, buna bəzən ən yeni dövrdə deyirlər, müasir dövrdə deyirlər. Baxın, indi biz nəyi öyrəndik? Feodalizm dövrü orta əsrlərə aiddir. Amma ibtidai icma cəmiyyəti və quldarlıq hansı dövrə düşür? Tarixin hansı dövrünə düşür? Qədim dövrünə. Kapitalizm isə həm yeni, həm müasir dövr. Özünüz də bilirsiniz ki, hal-hazırda biz kapitalizm dövründə yaşayırıq. Bunlarla bağlı ətraflı izahlar sizə vermişəm. İbtidai icma quruluşunda hər kəs bərabər idi, istismar yox idi, amma digər dövrlərdə isə istismar var. İstismar nədir? Bir insan əməyinin digər insan tərəfindən mənimsənilməsi. Tutaq ki, bu dövrdə quldar qulu istismar edir. Yəni, onu işlədir, hətta döyür, söyür, öldürür. Bu dövrdə əsasən qul və quldarlar üstünlük təşkil ediyinə görə adı qalıb quldarlıq dövrü. Feodalizm dövrü. Feod
torpaq sahibi deməkdir. Bu dövrün əsas iştirakçıları feodallar və kəndlilərdir. Burada da feodal kəndlini istismar edirdi. Hansı yollarla? Vergi və mükəlləfiyyətlərlə. Kapitalizm dövrünə baxanda isə kapital sözünün mənası pul, sərmayə deməkdir. Kapitalizm dövründə, müasir dövrdə tutaq ki, sərmayəsi olub iş yeri açanlar orada muzlu fəhlə işlədirlər, muzlu işçi işlədirlər, yəni fəhlə işlədirlər. İndiki dövrdə də istismar varmı? Təbii ki, var. Məsələn, daha çox işlədirlər, daha az maaş verirlər. Bu da bir istismardır. Ümid edirəm ki, sizə bir kömək dəydi. Nəsə sualınız olarsa, hansısa videonu çəkməyimi istəsəz, rəylərdə yaza bilərsiniz. Bunları da qeyd eləmək istəyirəm. Düzdür, əksəriyyətiniz bilirsiniz bunu. 1-dən 100-ə qədər hadisələr 1-ci əsrə aiddir. Məsələn, 66-cı ildə filan döyüş oldu. Yəni, neçənci əsrdə oldu? 1-ci əsrdə. Eyni zamanda 1-dən 1000-ə qədər sayanda biz deyirik ki, bu hadisə 1-ci minillikdə olub. Elə 66-cı əsr minillik olaraq nə vaxta düşür? 1-ci minilliyə. Və yaxud mən deyirəm ki, eramızdan əvvəl 776 Olimpiya oyunlarının keçirilməsi. Əsr olaraq 8-ci əsr, minillik olaraq 1-ci minillik. Çünki bir əsr 100 ildir. Burada da 7 əsr tamamlanıb, 700 il 8-ə keçib. Ona görə deyirik 8-ci əsr. 185 100-ü keçib, yəni 2-ci əsrdə olub. Minillik olaraq isə 1-ci minillik. Eləcə də digərləri. Məsələn, hal-hazırda 2025-ci ildəyik. Belə 4 rəqəmləri ayırın, həmişə üstünə 1 gəlin. Yəni, bu hadisə neçənci əsrdə olub? 21-ci əsrdə, çünki 20 yüzlük tamam olub. Minillik olaraq isə 2000-i keçib. 2000-i birdən də o sol tərəfə keçirsə, artıq 3-cü minillikdir. Yəqin ki, tam aydın oldu sizə. Və bir şeyi də izah eləmək istəyirəm. Era, başlanğıc nöqtə. Başlanğıc nöqtəyə, yəni milada, milad təqviminə qədər hadisələrə belə deyirik, eramızdan əvvəl, yəni miladdan əvvəl. Tutaq ki, Çində xan sülaləsi 400 il hakimiyyətdə olub. Eramızdan əvvəl 206-cı ildə hakimiyyətə gəlib. Yəni, 200 il buradan, 200 il isə buradan. Yəni, təxmini 400 il hakimiyyətdə olub. Eramızdan əvvəldə hadisələr yuxarıdan aşağıya doğru gəlir, erada bitir. Burada isə yenə hər şey öz normal axarı ilə davam edir. Ümid edirəm ki, sizin üçün yararlı oldu. Gələn videolarda görüşərik.